Bu dəfəki rubrikimiz informasiya kommunikasiya texnologiyalarından istifadə və innovasiyadır. Biz demişdik ki, informasiya kommunikasiya texnologiyalarından istifadə və innovasiya rubriki bilik quruluşu və əməkdaşlıq kimi 1-dən 5-əcən kodlanır. Səviyyə 1-də, yəni kod 1-də heç bir İKT vasitəsindən istifadə olunmur. Yəni müəllim mövzunu lövhədə izah edir, şagirdlər isə dərslikdən oxuyur və dərsdə heç bir İKT vasitəsindən istifadə olunmur. Səviyyə 2-də isə İKT-dən istifadə olunur, lakin üsul və vasitə olaraq yanaşırıq. Yəni məlumatı oradan almırıq, sadəcə üsul və vasitə kimi baxırıq. Məsələn, şagirdlər mövzu ilə bağlı məlumatı internetdən tapıb Word sənədinə köçürürlər. Səviyyə 3-də isə biz baxdığımız zaman biz İKT-dən istifadə edərək də bilik formalaşdıra bilərik. Eyni zamanda da İKT yoxdursa, biz kitab, dəftər, jurnal, qəzetdən də istifadə edərək hər hansı məlumatı əldə edə bilərik. Yəni alternativi var. Baxırıq səviyyə 3-ə, şagirdlər mövzunu anlamaq üçün videoya baxır və təqdimat hazırlayırlar. Lakin eyni mövzunu kitabdan da öyrənmək mümkün olardı. Səviyyə 4-də isə heç bir halda belə deyək də biliyi kənardan ala bilmirlər. Mütləqdir ki, informasiya kommunikasiya texnologiyalarından istifadə edərək bilik əldə eləsinlər. Məsələn, şagirdlər Scratch proqramında alqoritm quraraq mövzunu öyrənirlər və bu bilik yalnız kompüter vasitəsilə formalaşır. Səviyyə 5-də isə biz demişdik ki, mütləqdir ki, onlar innovasiya etsinlər, yəni əldə etdikləri məlumatı mütləqdir ki, kim eləsə paylaşsınlar, xüsusi bir auditoriyaları olmalıdır. Şagirdlər məktəbin veb saytı üçün elan səhifəsi hazırlayaraq real istifadəçilər üçün işlək rəqəmsal məhsul yaradırlar. Bu da 5-ci səviyyəni tələbini tam ödəmiş bir ssenaridir.